Siz müəllimlər, bugün sizinlə oduncağın emalı üçün iş yeri və alətlər haqqında öyrənəcəyik. Gəlin müəllimlər, vaxt itirmədən keçək mövzumuza. İş yeri işin icrası üçün uyğunlaşdırılmış və müəyyən alətlərlə təchiz edilmiş məkandır. Bəli, bu haqda məlumatımız var. Deməli, bizim iş yerimiz bir məkandır. Bəzən testlərdə bu şəkildə verilir ki, iş yeri masadır və yaxud da ki, iş yeridir. Biz onda bunu götürməyəcəyik. Yəni, iş yeri bir məkandır. Biz həmin işləri gördüyümüz yerdir. Sonrasında isə deyir ki, iş yerində oduncaqdan hazırlanan işlər verstaq üzərində yerinə yetirilir. Bəli, oduncaq ilə ümumiyyətcə biz işləyən zaman xarat verstaqından istifadə edirik. Xarat verstaqı bizim iş masamızdır. İndi hal-hazırda şəkil 1-ə baxsanız, görərsiniz ki, şəkil 1-də həm verstaqın ümumi görünüşü verilib, verstaq altı və mizin üst taxtası verilib. İndi onların hər birinin hissəsi ilə birazdan tanış olacağıq. Verstaq ümumiyyətcə xarat dəzgahı da deyirik biz buna. Xarat dəzgahı bizim oduncaq ilə işləməyimiz üçün alətlərlə təchizi olunmuş iş masamızdır. Bəzən olar ki, testlərdə düşür ki, metal ilə işləmək üçün bu yanlış olacaq. Metal ilə işləyən zaman biz çilingər verstaqından istifadə edirik. Onu irəliləyən mövzularda keçəcəyik sizinlə. Oduncaq ilə işləmək üçündür yalnız xarat verstaqı. Yəqin ki, bu hissəsi aydın oldu. Verstaq özü iki hissədən təşkil olunub. Mizin üst taxtasından, yəni qapaq hissədən və verstaq altından. Onların hər birinin də özünün ayrıca hissələri var. İndi birazdan ora geri dönüş edəcəyik sizinlə. Amma ilk öncə ora keçməmişdən əvvəl müəyyən şeylər var ki, onu sizin nəzərinizə çatdırmaq istəyirəm. Bizim iş masamız verstaq oldu, oduncaq ilə işləyən zaman. Həmin pəstağı biz verstaq üzərində yerləşdiririk. Onun üzərində müəyyən əməliyyatlar aparmaq üçün rahat şəkildə. Həm nişanlama, bu ola bilər, mişarlama, deşmə, yonma. Bu kimi demək əməliyyatları müəyyən alət və tərtibatların köməyi ilə biz rahat şəkildə yerinə yetirə bilərik. Və bunları rahat şəkildə həm yerinə yetirməklə bizim işimizin səmərəliliyi artır. Bu nədir? Testlərdə də elə düşür. İş yerinin səmərəli təşkili həm bizim vaxta qənaət edir, məmulatın demək keyfiyyətinə, daha sonra əmək məhsuldarlığı və mədəniyyətini artırır. Deməli, əsas burada bizim iş yerinin səmərəli təşkilidir. Elə testlərdə də bu şəkildə düşür ki, iş yerini səmərəli təşkil etməklə biz nəyi artırmış oluruq? İş vaxtına qənaət etmiş oluruq, işin keyfiyyətini artırırıq, həmçinin məhsuldarlığı və mədəniyyəti də artırmış oluruq eyni zamanda. Daha sonra müəllimlər, oduncaqla işləyən zaman bizim tərtibatlarımız var. Onlarla gəlin tanış olaq. Ümumiyyətcə, bunlar burada verilən tərtibatlar oduncaq ilə işləmək üçündür. Bəzən testlərdə metal olaraq yazır, amma bu yanlışdır. Çünki metal ilə işləmək üçün tərtibatlarımız başqadır. Hal-hazırda burada müəyyən tərtibatlar verilib ki, onlar oduncaq ilə işləmək üçündür. Gəlin onlara baxaq. Demək, atlıq taxtadır, daha sonra dayaq, mişarlama qutusu, bunlar verilib hal-hazırda. İndi onların hər biri ilə tanış olmamışdan əvvəl gəlin mizin üst taxtası nədir, verstaq altı nədir, onlar hansı hissələrdən təşkil olunub, onlar haqqında məlumat alaq, daha sonra keçək o hissəyə. Şəkil 1-ə baxsanız, şəkil 1-də A-da verilib verstaqın ümumi görünüşü. B-də isə verstaq altı verilib. Ümumiyyətcə, müəllimlər, verstaq altı 4 hissədən təşkil olunub. Arxa ayaqlar, qabaq ayaqlar burada yerləşir, birləşdiricilər və pas hissəsi. Demək, verstaq altı özü 4 hissədən təşkil olunub. Arxa ayaqlar, qabaq ayaqlar, birləşdiricilər və pas hissəsi. Sonra şəkil C-yə baxsanız, burada da verstaqın üst hissəsi, yəni mizin üst taxtası verilir. Gəlin görək mizin üst taxtası hansı hissələrdən təşkil olunub.
Yuvaları var, bəli var. Pas hissəsi var. Daha sonra nova var, dayaq hissəsi var və həmçinin də ön sıxıcı və arxa sıxıcısı var. Bu hissələr diqqət edin ki, mizin üst taxtasında ön sıxıcı hansı hissədə yerləşir, arxa sıxıcı harda yerləşir. Bu hissələrə diqqət edin. Ümumiyyətcə burada paz və dayaq arasında biz pəstah yerləşdiririk. Pəstahı emal etməmişdən əvvəl paz və dayaq arasında yerləşdirməyimizin səbəbi odur ki, daha etibarlı bərkitmiş oluruq həmin pəstahı. Sonra həmin pəstah üzərinə müəyyən əməliyyatları icra edirik biz. Nov hissəsində isə bizim alətlərimizi yerləşdirmək üçün bir xüsusi bir yerdir. İndi birazdan onun haqqında da məlumat alacağıq sizinlə. Demək, bu hissəsi sizlərə aydın oldu. Sonra dedik ki, bizim oduncaq ilə işləməyimiz üçün tərtibatları var. Altlıq taxtadır, dayaqdır və oduncağı müxtəlif bucaqlar altında mişarlamaq üçün mişarlama qutusu. Gəlin bir dənə onların şəklinə baxaq. Şəkil burada 3-ə fikir versəniz, oduncaq ilə işləmək üçün tərtibatlardır bunlar. Altlıq taxta ülgünü çəkmək üçün istifadə olunur. Hal-hazırda burada görürsünüz. Dayaq isə oduncağı mişarlamaq üçün istifadə olunur. Mişarlama qutusu isə oduncağı müxtəlif bucaqlar altında mişarlamaq üçün istifadə olunur. Deyirsiniz ki, müəllim, burada ikisi də mişarlayır. Bəli, ikisi də mişarlamaq üçündür. Dayaq oduncağı sadəcə mişarlamaq üçündür. Mişarlama qutusu isə müxtəlif bucaqlar altında. Növbəti mövzularda özünüz də görəcəksiniz ki, mişarlama qutusunda müəyyən bucaqlar var. Deməli, müxtəlif bucaqlar altında mişarlamağı bizdən istəyirsə, bu mişarlama qutusu olacaq. Həmçinin də onu qeyd edim ki, müəllimlər, bu tərtibatlar yalnız oduncaq ilə işləmək üçündür. Bəzən olaraq onu gətirib testə salırlar ki, metal ilə də işləmək olur. Bu yanlışdır. Deməli, bu tərtibatlarımız yalnız oduncaq ilə işləməyimiz üçün istifadə olunur. Şəkil 2-yə də nəzər yetirsəniz, burada oduncaq ilə işləyən zaman müəyyən alətlər verilir. Düzdür, bəzilərini tanıyırıq, bir qismi haqqında isə məlumatımız hələ ki yoxdur. İrəliyən mövzularda onlar haqqında daha geniş danışacağıq. Hal-hazırda siz bu şəkildə diqqət yetirin. Sonrasında isə bəs dedik ki, bizim iş yerimizdə oldu, doğru. İş masamızda oldu. Bəs bu işləri yerinə yetirən şəxslər kimlər hesab olunur? Oduncaq ilə işləyən şəxs xarrat adlanır. Yəni, xarrat oduncaqdan pəncərə, qapı, şkaf, rəf, müəyyən detallar, məişət əşyaları hazırlayan şəxsə, yəni mütəxəssisə deyilir. Xarrat özü bir şəxsdir və oduncaq ilə işləyir. Metal ilə işləyən şəxsə biz çilingər deyirik. İndi metal mövzusuna keçəndə biz orada özünüzdə görəcəksiniz. Yəni, xarrat yalnız oduncaq ilə işləyən şəxsə deyilir. Gəlin digər bir hissəyə keçək. Verstaq deyir ki, şagirdin boyuna görə tənzimlənməlidir. Doğru. Daha sonra həmin şagirdin əlləri, ovuzları həmin verstaqın üst hissəsinə sərbəst toxunmalıdır. Bəli, bu həm bilirsiniz nə baxımından yaxşıdır. İşdə həm keyfiyyət olur, həmçinin də uşaq tez yorulmur. Ona görə bunu nəzərdə tutub deyir. Və digər bir hissədə deyir ki, verstaqın sıxacları işlək olmalıdır. Bu da doğru bir fikirdir. Çünki işlək olmayan verstaq o yararsız olacaq. Həmçinin də onun sıxacları işlək olmadıqda artıq o demək olar ki, yararsız hesab olunur. Ona görə də verstaqın sıxacları işlək olmalıdır. Verstaqda yalnız iş üçün alətlər olmalıdır. Bəli, onlar verstaqın nov hissəsində yerləşdirilməlidir. Bax, bayaq dedik ki, nov demək hansı məqsədlə istifadə olunur? Həmin alətləri biz verstaqın üzərində nov hissəyə yerləşdiririk. Və burada da dedik ki, işimiz üçün müəyyən alətlər, yəni bizə lazım olan alətlər olmalıdır.
Yəni mən oduncaq ilə işləyirəmsə, mənə oduncaq üçün alətlər lazımdır. Artıq orada metal üçün alətlərin olmasına nə gərək var? Yəni bunu bu şəkildə nəzərdə tutub deyilir burada hal-hazırda. Deməli burada da verstakın arxa sıxacı verilib bu şəkildə və həmçinin ön sıxacı da verilib. Burada da isə rəndələmə əməliyyatının demək hansı hissədə bərkidilməsi göstərilib. Bu hissələrə də diqqət edərsiniz. Yəqin ki, müəllimlər, izahım sizlər üçün aydın oldu. Hər birinizə uğurlar, hələlik.